Uşaqları aparmışam Nəzakət xalan gilə. Ora niyə? Biraz işim var idi. Dedim uşaqlar evdə tək qalmaz. Yad yer aparmamışam. Narahat olma. Murad, xəstəxanadan çıxıb. Bizdən uzaq olsun. Niyə eləsin? Bizə nə? Bəs pulları geri almayaq ondan. Maqa, məndə söz ağızdan bir dəfə çıxır. Dedim ki, sənə it aparan olsun. Sən necə deyirsən, elə də olsun. Nə deyirəm ki? Kim? Mənə düzünü deyirəm. Nə gizlədirsən məndən? Öyrənməsən əl çəkməyəsən də, hə? Hə, görürsən, düz bilirəm. Nə gizlədirsən məndən? Düzünü deyirəm. Arif də aynı sənin borclu olduğun adamlar qaçırmışdı. Bircə demək ölüb. Yox, ölməyib. Sən demişkən, it ölər, o ölməz. Nəsə elə bil narahatsan. Murad deyib ki, kim məni bugünə qoyubsa, onlara gününü göstərəcəm. Bir gün atam məni tapacaq. Boş-boş xəyallar qurma. Onsuz da heç kim bizi tapa bilməyəcək. Niyə elə deyirsən? Sən istəmirsən atanın, ananın yanında olasan? İstəyirəm, çox istəyirəm. Amma inanmıram. Alo, hə ata. Alo. Tural oğlum neynirsən? İşinə oturmuşam, televizora baxıram. Anan hardadır bəs? Zəng eləyirəm, telefonlarıma cavab vermir. Ata, harasa gedib, yəqin ki işi var. Birazdan gələcək. Yaxşı. Anan gələndə denə ki, səni hazır eləsin, gəlib səni götürəcəm. Yaxşı ata, deyərəm. Yaxşı oğlum. Evdəyəm bacı. Səsim birtəhər gəlir. Nəsə olub? Bakıya gəlmişik. Atama da zəng vurdum, sənə də zəng vurdum. Açmadınız. Çox narahat oldum. Yaxşıyam. Narahat olma. Atam da yaxşıdır. Murad hara gedirik indi? Ay, görmürsən nə gündəyəm? Saçım başım nə gündədir. Gedək salona. Bir özümə əl gəzdirim. Bir də həm də gedib biləyim baş alaq. Sonra bir-iki yer var. Ora dəyməliyik. Nə olur? Niyə təngi nəfəssən? Xəbərin var? Murad hər yerdə bizi axtarır. Səbəb? Murad hər yerə səs. Murad hər yerə səs-küy salıb ki, məni bala salanların aldıqları nəfəslərini kəsəcəm.
Hazırlaşın, gedirik. Ara. Tahirlə Atiqin nəfəslərini kəsməyə. Bəs dedin oğlum olmayacaq. Sən bu aralar çox sual versən ha mənə. İlkin, sənə də elə gəlmir? Sən onları öldürəcək qədər qəddar ola bilməzsən, Murad. Siz ona o qədər də əmin olmayın. Bu günə kimi sustum. Çaqqallar özlərini canavar hesab edilər. Amma bu gündən sonra biləcəklər. Canavar kimdir, çaqqal kimdir. Hə, bir də mənim qaynım var idi. İlkin. Onu bir maraqlan bir o haradadır. Onu da gətirin, ona da bir qulaq vurması verin. Axır vaxtlar çox atlanıb düşürdük ama. Kənan deyirsən? Hə də, başqa qaynım var mənim. Kənan rayona gedib, yoldaşından, uşaqlarından. Gedib, ya qaçır? Yəqin ki, səndən qorxub. Ona da sıra gələcək. Vaxtı var. Alo, ata gəlmirsən? Mən hazıram axı. Anam da evdədir. Mənim biraz işlərim çıxdı. Onları həll edib gələcəm. Yaxşı ata. Tural oğlum, atan gəlir səni götürməyə. Yox ana, dedi işlərim var. Onları həll edib gəlib götürərəm. Həmişək kimi. Hər şey vaxt tapır, öz uşağına vaxt ayıra bilmiş. Necə ana? Heç nə oğlum, heç nə. Yaxşı ana, onda mən keçim içəri. Keçsin. Belə bir atalar sözü var. Şərikli qazan qaynamaz. Ancaq biz elə eləməliyik ki, bizim qazanımız qaynasın. Yəni işlərimiz dəqiq düzgün olsun. İsrafil gəlib, Burak gəlsin. İsrafil kimdir? İsrafil mənim köhnə iş ortağımdır. Ay, salam, salam. Hoş gördük. Necəsən? Sağ olun. Buradan keçirdim, dedim bir gəlim dəyim sənə görə. Çox gözəl, çox gözəl. Tanış ol, mənim yeni iş ortağımdır. Laf yox. İsrafil. Azər. Şad olun. Mən də çox şad oldum. Əyləşin. Nə deyirsiniz? Konfet çay. Çay içərəm. Oradan 3 stəkan çay. Belə. Salam Arif dayı. Salam oğlum. Salam. O gün sizin qapıya qonaq gəlmişdi. Qapı nə qədər böyüksə, siz də evdə yox idiniz. Kim idi ki? Bilmədim. 3 nəfər idi. Bir qız uşaq vardı, bir qadın, bir kişi. Ha, bildim. Kızım gireydi.
Rayonda olurlar, sən onları tanımırsan. Məndən soruşdular, mən də dedim ki, Arif də uşaqlarla arası gedib. Yaxşı elib demişsən. Mən özüm zəng edib danışarım qızımla. Yaxşı oldu Arif də, sağ ol. Sağ olun. Eşitdiyimə görə tək qalmısan. Deməyə daha demə. Tahirin biraz işi çıxdı. Getdi xaricə. İşi var getdi. Ya qaçıb getdi. Başa düşmədim. Bu nə danışıqda mənə danışırsan? Özünü gizliyə qoyma. Murad hər yerdə Tahirlə Natiqi axtarır. Bilmirsən güya. Sən də bilirsən Muradın söhbətini? Nə söhbət? Tahir onu gözünü qorxuzmaq üçün maşınla vurdurtmuşdu. Yox. Mən sizin söhbəti bilmirəm. Biz onun atasını qaçırmışdıq. Murad indi qəfəsdən qaçan şir kimidir. Kimi tutdu, parçalayacaq. Xəbərim var. Uşaqlar mənə demişdi. Tahir ona görə qaçıb gedib də. Yalandan deyir işim var. O qaçdı getdi. Olan biz olacaq valla. Nə olursa olsun, Murad heç nə eləməz bizdə. Biz də əmr quluruq. Bizə nə dedilər, onu elədik. Burada nə var ki? Hə, ata. Oğlum,
İşinlə bağlı mən biraz Bakıda olmayacağam. Özündən, anandan müğayət ol. Hara gedirsən ki, ata? Dedim axı oğlum. Biraz işlərim var. Onları həll edib gələcəm yanınıza. Yaxşı, ata. Tural, Hə, ata. atan səni çox istəyir. Bunu yadından çıxartma oğlum. Mən də səni çox istəyirəm, ata. İsrafil, sən bilmirsən, biz Azərlə yeni bir iş qurmuşuq. Daha doğrusu, işimizi genişləndirmişik. Hə, nə yaxşı, nə yaxşı. Xeyirli olsun. Çox sağ ol. Çox sağ ol qardaş. Var olasın. Hikmət, nə işdir o elə? Biz bundan sonra S qrup olaraq ev, bağ, alıq-satması, kirayəsi, təmiri, dizayneri işləri ilə məşğul olacaq. Mən də fikirləşirdim, gözəl, yaxşı bir villalım oğlumca. Necə bir villa istəyirsiniz? Sıfırdan, yoxsa hazır? Hazır villa istəyirəm oğlumca. Hə. Bu işlə məşğul olan bir şirkət varsa, o da bizim şirkət. Nə gözəl, maşallah, maşallah, Hikmət. Həqiqətən işləri böyütmüsən. Hər şeyi ağılla, başla eləyəndə və düzgün iş görəndə hər şey qaydasında olur. Düz deyirsən, Hikmət, düz deyirsən. Həm iş böyüyür, həm də hörmətimiz artır. İsrafil, sabah bizim alımız gələcək. Sən o işlə məşğul olsan. Mənim gözüm üstə. Sən nə desən, bir böyük qardaş kimi, mən o işi görəcəm. Sağ ol İsrafil, sağ ol. Həmişə hörmətli olasan, işində ciddi olasan. Nə qədər işində ciddi olsan, işlərimiz yaxşı gedəcək. Hikmət, onda deyirəm, davam eləyək iki ortaq kimi. Yox, 3 ortaq kimi. Hə, 3 ortaq. Hamımıza xeyirli, uğurlu olsun. Amin. 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 Ata, indi necəsən? Murad hanı bəs? Qızım, getmişdin uşaqları gətirməyə. Gəldim, gördüm Murad yoxdur evdə. İlki nə bizdə idi? Yəqin harasa gediblər, gələrlər birazdan. Qızım, sən keç gör Zeynəbgil neynirlər. Yaxşı ana. Ata, Muradın dedikləri düzdür. Nə deyirsən qızım? Murad nə deyib sənə? Mənə dedi ki, maşın vurub. Mən də gəldim evə, nə səni gördüm, nə Muradı, çox narahat oldum. Yüngül var qaza keçirtmişdi. Harda olsa gələr indi. Özü də tez toparlandı. Murad gəlsin gör, qayıdaq evə. Mən də 2 günlük işdən icazə almışam. Yaxşı, Namiq. Qızım, Namiq düz deyir. Onun işindən gücündən eləməyin. İstəyirsiniz qayıdın rayıma. Yox, Arif dayı, narahat olma. İşimdən eləmirsiniz. Murad gəlsin, Muradı da görüm, sonra rahat gedim evə, ata. Yaxşı qızım, necə istəyirsən? Yaxşı, ata. İlkin hələ tapmadı Tahirdən Atiqin yerini. Yox elə. Kim bilir hansı podvalda gizlənirlər. Qorxularından sıçan kimi. Qoy gizlənsinlər, gizlənsinlər. Onlar
yerin dibinə də girsə, onları tapacam mən. Murad, bir problemimiz də var. Nə problem? Son vaxtlar ailəmizdə çoxlu uşaqlar oğurlanır. Nə? Nə danışırsan sən? Sənin danışdığın ancaq bu sözlər kinolarda ola bilər, real həyatda ola bilməz. Bilirəm belə şeylər kinolarda olur. Bəziləri kinolara baxa-baxa, kinolarda gördüklərini real həyatda reallaşdırırlar. Sən onların kim olduqlarını bilirsən? Hə, kim olduqlarını da bilirəm. Harada olduqlarını da bilirəm. Yaxşı. Onda gedək görək. Kimdir bunlar? Onlara baxıb özlərini mafiya sayanlar. Sakit. Tuşqa bağma. Bu kimdir belə? Təzə uşaq. Təzədir? Yaxın gəl görüm. Nə çırpınırsan? Yaxın gəl. Adın nədir sənin? Lalsan? Bu çiçeğindeki nedir sen? Bunun sumkasına zadına bak. O sumkanı tulla bir tarafa. Adam olmak istiyorsansa de, bak bunlardan bir ibret al. O sumkanı da tulla bir tarafa. Eşittin? Bırak beni, bırak. Sakit! Bir de sen ağlamağını görmeyeyim ben. Eşittin? Apar onu. Uşaqların yanına koy, uşaqlar başa salsınlar onu. Özün de gayet gel beri. Buram ağırdadır. Polislər tutub onu. Ne? Ne polis? Polislər tutublar onu. Ne? Laf yaxşı. Koy geçsin biraz yatsın. Ağlı başına gelir. Bu dəfə çətin çıxar içərdən. Niye? Çoxlu tutublar.
Ama bugün uşaqlar yaxşı işləyiblər. Bu uşaqların sayını artırmaq lazımdır. Onda deməli, romanı sən əvəz eləyəcəksən. Ha? Laf yaxşı. Hə, uşaqlar. Hə, ey, cüvəllağı. Hə, pijon. Bir gün yaxşı işləmsiz, ha. Həmişə belə işləyin ki, yaxşı da qazancınız olsun. Eşitdiniz? Sən də. Sən biraz zayıfsan, ha. Gece karanlık, şehir suskun, küçelerde kölgeler pusku. Bizi tanı, biz kanun yazırıq, korku içinde adın yanır. Darmadağın, şehir titreyir, biz buradayıq. Qanlar içilir darmadağın. Kim qalxıbsa bu oyunda ya qazan ya da yıxıl. İlk gülle atıldı, oyun başladı. Xəyanət edənlər torpa bastırıldı. Dosta düşmən amı maskalı. Burada tek qayda silah danışmalı. Küçələr qanlı, divarlar susur. Hər addım pusku, hər an güllə uçur. Nə polis, nə də hakim idarə edir. Bu şəhərdə yalnız gücə hökm verir. Düşmən gizlənir, amma biz bilirik.